Məlikov, müəllim, dünyada ən böyük dərd nədir? Aydın bəy, dünyada dərdlər həm çoxdur, həm müxtəlifdir. Amma bu suala mən Nəhcül Bəlağədən cavab verim sizə. Həzrəti Əli əleyhissalatu vəssalam bu sualın cavabında buyurur ki, həyatda ən böyük dərd odur ki, gözlərinin qabağında namusun əlindən gedə, onun qabağını ala bilməyəsən. Ondan böyük dərd həyatda yoxdur. Bir hadisə yadıma düşdü. Danışsam vaxt aparacaq. Amma danışmasam da özümü cəzalandırmış kimi olaram. Bizim şəhərimizdə baş verir bu hadisə. Yaxın keçmişimizdə olub. Bizim şəhərimizdə bir dənə cavan ailə, təzə ailə qurmuşdular. Bir dənə körpə uşaqları dünyaya gəlmişdi. Mən o ailəni tanımıram, görməmişəm də. Amma dayımgilin məhəllələrində olduqlarına görə bu əhvalatı, hadisəni dəqiqliyi ilə bilirəm. Gəlin Səlyan şəhərindən gəlmişdi. Çox göyçək deyilənə görə, çox göyçək, cazibədar bir qadın idi, gəlin idi. Şəhərdə də, bizim şəhərimizdə varına dövlətinə görə adla tanınan bir nəfərin evladı polis şöbəsinə çox dərəcəli bir vəzifələrə birinə seçildi, məmur seçildi. Bir gün maşınla gedəndə o gəlini gördü. Bu hadisə 1-ci Qarabağ müharibəsi zamanı baş verib. Müharibə gedirdi, Qarabağ 1-ci Vətən müharibəsi gedirdi, Qarabağ müharibəsi gedirdi. O adam maşınla gedəndə, məmur seçiləndən sonra maşınla gedəndə o gəlini görür. Kəsir gəlinin qabağını, deyir ki, sən bir günlük də olsa mənim olacaqsın. Gəlin deyir ki, ağlı başı ayıq. Mən gəlinəm. Mənim bir dənə evladım dünyaya gəlib. Mənim yoldaşım var. Deyir, yox. Sən bir günlük də olsa mənim olacaqsın. Haq nahaq o gəlinin yoldaşın 10 günlük, 15 günlük həbsə attırırdı. Bir dəfə də onu həbsə attırdı, güclə girdi gəlinin evinə. Bu hadisə bizim yaxın keçmişimizdə baş verib. O oğlan, cavan oğlan həbsdən çıxdı, 10 günlük salmışdılar, 15 günlük salmışdılar. Çıxdı, dərdin heç kimə danışa bilmədi. Könüllü getdi Qarabağa, şəhid oldu.